Sencar, Anın gününün 5. yıl dönümü qeyd etmək üçün buradayım. Bəli, biz indi qalibik. Müzəffər xalqıq. Başımızda qalib Ali Baş Komandanımız var. Ama bizim həm də yaddaşımız var. Biz yaddaşımıza sahip çıxmalıyıq. Yaddaşına sahip çıxan millətlər əbədiyyən var olurlar və yaşayırlar. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Mən ilk növbədə bu tədbirdə iştirak edən bizim şəhidlərin anaları, ailə üzvləri qarşısında baş əyirəm. Və düşünürəm ki, bu anın günü həm də onu göstərir ki, Azərbaycan qadını, Azərbaycan anası verə biləcəyi qəhrəmanları digər millətin anaları verə bilər. Biz sizlərlə qürur duyuruq. Eləcə də şəhid övladlarınızla qürur duyuruq. Onlar bizim universitetimizin, bizim millətimizin, bizim dövlətimizin qürur mənbəyidirlər. Mənim üçün ən böyük qürur gənclərlə bir arada olmaq, vətən uğrunda yaşananları bölüşməkdir. Belə tədbirlər bizə həm keçmişi unutmamağı, həm də gələcəyə daha böyük inamla baxmağı öyrədir. Balamın çox böyük arzuları vardı, gələcəyi vardı. Və o arzuları bir an düşünmədən, anasının gözünün ağlar qalacaq deyə düşünmədən Şirincanın torpağı qurban verdi. Daha 30 il boyunca biz vaxt gələcək sözünü artıq demirik, məcburi köçkün sözünü işlətmirik. Bu söz tarixə qolmuşdur. Bu dəmir yumruğun bir zərrəsi olmaq mənim üçün qürur vericidir. Adın tariflərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Çəkməndə torpaq var, torpaq bizxəm. Öz məcrasına ürəklərdə yanar, qəlblərdə dolu. Tarixə iz saldı o qəhrəmanlar, vətənin uğrunda döyüşən canlar. Kimin nacins olduğunu, kimlərin haqq olduğunu, hamı gördü həqiqəti, o ədalət timsalıdır. Bilirəm sən də narahatsan. Amma mənə inan. Mənə inan ki, mən qayıdacam. Yazdığım hər bir söz mənim də qəlbimə keçir. İndi biz alnı açıq, başı dik deyə bilərik ki, Qarabağ bizimdir. Qarabağ Azərbaycandır.